Hər kəsə mənfidən. Bugün əsəbişdə dərs çalışma vlogu çəkirəm. Bu vlog çox istənildi. Hətta mən sizdən soruşdum ki, nə vlogu gəlsə daha çox sevinərsiniz. Demək olar ki, yorumların məsələn %80-i dərs vlogu idi. Mən də dedim ki, həm sizi qırmayım, həm də ki, özüm dərslərim çoxdur biraz. Dedim ki, sizlə birlikdə niyə işləməyim. Və tətildəyik. Bugün tətilin ikinci günüdür artıq. Yəni bazar günüdür. Bu vlog da böyük ehtimal birinci gün ya da ikinci gün gələcək. Çalışdım gələr tətildə aktiv olmağa çalışacağım ki, həm siz videosuz qalmayın, həm də ki, indi söz vermişdim ki, tətildə aktiv olacağım. Sözümün üstünə durum. İndi biz ən birinci məşğələlərimi işləyəcəyik. Məktəbdən dərs verməyiblər bizə. Bu arada soruşanımız olar deyirəm. Mən 10-cu sinifəm. Məktəbdən dərs verməyiblər, amma məşğələ müəllimlərim biraz bayağı dərs veribdi. Çünki dedi ki, evdəsiz və dərs verdi yəni. Beydimsə 5-ci gün ana dildən sınaq yazdıq. Sınaq yazdığım üstünə mənim ev tapşırığı vermədi. Sadəcə dedi ki, siz təkrar eləyin və gəlin. Biz onca təkrar edib getmişdik. Yəni 1 saat evcə sınaq yazdıq. 1 saatda sınaqda olan səhvlərimiz üstündə çalışdıq. Amma ingilis dilindən də sınaq yazdıq 5-ci gün. Amma ingilis dilindən yazdığım sınağı müəllimə cavablarını deməyibdi. Onca ev tapşırığı verdi həm də müəllimə. Dərs zamanlardayıq. Biz ucu zamanların 4-ünü keçmişik, 4-ünü də indi təzə keçdik. İndiki zaman keçmişdik, keçmiş zaman keçmişdik, gələcək keçmişdik. Qalmışı davam edəcək. Məsələn, keçmiş davam edəcək, indiki davam edəcək, gələcək davam edəcək. Bunları keçdik. Bunlar sizin çoxunu bilirəm. Çünki mən 8-ci sinifdən ingilis dili məşğələsinə gedirəm. 8-dən hətta bəlkə 7-dən deyə bilərəm. 7-dən başqa müəllimənin yanına gedirdim. Sonra 8-də başqa müəllimənin, 9-da başqa müəllimənin yanına getdim və indi başqa müəllimənin yanına gedirəm. Mənim ingilis dili serüvenimi sorsa çox qarışıqdır. Çünki çox məşğələ getmişəm. Müəllimlərin çoxunu da deydim. Mən ingilis dili götürməyim zəif olduğu üçün hər müəllimin dilində başa düşmürəm. Şu anki müəllimimdən məmnunam. Amma bilmirəm yəni. Əvvəlki müəllimim də pis deyildi. Məncə əvvəlki müəllimimlə indiki müəllimim məncə eynidir. Sadəcə olaraq bilmirəm. O biri müəllimimlə vaxtlarım uyuşmadığı üçün getməsinə. Normalda mən əvvəlki müəllimimdən məmnun idim. Riyaziyyat məşğələsinə getmirəm. 2-ci yarım ildən getməyə düşünürəm. Çünki mənim riyaziyyatım o qədər də zəif deyil, amma o qədər də zəifdir. İndi başlasam, yəni orta səviyyəlidir. 50-nin 50-yədir. Getsəm maksimum nə qədər qaldıra bilərəm? Yəni 2 il getdim, nə qədər qaldıra bilərəm maksimum? Yəni ona görə 1 il getməyə daha çox məntiqi düşünürəm. Ana dil məşğələsi, ana dilim çox yaxşıdır. Ana dilim çox wow yaxşı deyil, amma 78 yığmışdım imtahandan, yəni 9-un buraxılışından. Yəni ana dilim yaxşıdır, o qədər də pis deyil. Ən çox mətnlərim çox yaxşıdır. Yəni mən mətnləri çox yaxşı yazıram. Qrammatika gələndə də ki, 10-da 7 yazmışdım mən qrammatikanı 9-un buraxılışından. O çoxdan açdım. İndi gedim ən birinci qrupa baxım görüm müəllimim evə nə vermişdi. Çünki müəllimə qrupa yazmışdı. Qrupa yazandan sonra da mən bunları kağızın üzərinə not kimi götürüm, sonra gəlim. Mən indi getdim qrupdan götürdüm ev tapşırıqlarını və müəllimim sadəcə ingilis dilindən ev tapşırıqlarım bu qədərdir. Və indi oxuyuram. Sözlər 158-159, sinonimlər səhifə 107-nin hansı, mətin 19, dinləmə 19, toplu 70 səhifə 78-dən 100-dən 234-ə qədər ev tapşırığı verdi müəllimim. Bıktım, çok bıktım. İnşallah çatdırıb hamısını indi işləyəcəyik. Çatdırmasam da videonu dayandırıb axşam bir də davam edərik. İnşallah hamısını indi bitirməyi düşünürəm. İndi mən dilini götürdüm belə. Bu mənim ingilis dilim toplusu, təzə toplu. Yəni böyük ehtimal hamınız bundan işlədirsiniz. Ya da köhnə toplan işlədən müəllimlər varmı? Mən əvvəl çox köhnədən işləyirdim. İndi başlayaq. Burada səhifə 78-də deyibdi mənim. 78 oldu. 78-də açdım. İndi birini nömrələyəcəm. Zamanlar əslində asandır. Mənim hətta ən sevdiyim dərs zamanlardır. Zamanları çox sevirəm. Çünki mənə görə biraz asan dərsdir yəni zamanlar. Məsələn, if bağlayıcısı, afterazat olan onlara qədər asandır. Oradan sonrası çətindir mənə görə yəni. İndi nömrələyək. O qədər yoruldum ki, yəni tamamla burada 134 dənə sual nömrələmişəm və sualları yazmaqdansa sualları nömrələmək daha çox vaxt aparır məncə. Pandalı tap işlədim. Hə, nəysə. Burada çölə gəlir səslərə takmırsınız, pəncərə açıqdır, otağın havası dəyişsin deyə açmışam. Nəysə, ondan indi başlayaq. Ən birinci bu tərəfdən başlayacağım. Amma bilmirəm qaydanı bir dəfə oxuyum mu, oxumayım mu? Qayda, məncə oxuyum.
Bu arada kitab önərisi istəyirsiniz məndən. İndi də kitab önəri də bilərəm əslində düşünsün. Canlar, məndən ən çox kitab önərisi istəyirsiniz. İndi bilmirəm, əslində mən kitab önərməyi çox da sevmirəm. Çünki onsuz da məşğələyə gedirsiniz və məşğələ müəllimləri məncə yetərincə kitab aldırtdırır. Yəni aldırtdırır deyəndə yəni lazım deyə aldırır da. Yəni boş-boşuna heç bir müəllim məncə kitab aldırmaz. İndi sizə göstərim ən çox. Təbii ki, dim kitabı hamıya məncə lazımdır. Dim kitabı məsələn neçənci sinifə gedirsinizsə, məsələn məşğələyə getmirsiniz, amma dim kitabı ilə işləmək istəyirsiniz də. Məsələn burada neçənci sinifə gedirsinizsə, məsələn 6-ya gedirsinizsə 6-cı sinif, 7-yə gedirsinizsə, 8-ə gedirsinizsə, hər sinifin öz dim kitabını alıb işləyə bilərsiniz evdə məncə. İzahları da mən hamısını YouTube-da tapa bilərsiniz. Yəni başa düşmədiyiniz suallar ya da məktəbdə hansısa bir müəllimdən soruşa bilərsiniz. Qayda kitabı olaraq ingilis dilindən mən ən çox bu hansıdır? Bu gəlin Cünari Umudova. Bu Cünari Umudovanın kitabıdır. Bu qayda kitabdır. Həmin sözlər var içində. Bu kitab çox qəşəngdir. Mən bunu bu il aldırdım müəlliməm. Məncə pulunu sonuna qədər haqq edən kitablardandır. Məncə mən bunu çox sevirəm. Sonra mətn kitab şuradadır. Sonra ana dilindən ən çox kitab önərisi istəyirsiniz. Ana dilindən mətn kitabı göstərəcəm sizə bir dəqiqə. Ana dilindən bu belə bir mətn kitabı var. Bir dəqiqə tərsdim. Bu kitab çox qəşəngdir. Sanki türkcəsində türk aurası vardı. Yəni indi sizə göstərəcəm necə demək istəyirəm. Dəqiqə. Məsələn, keçən dəfə işlədiyim bir mətn vardı. Sizə onu göstərəcəm. Axırıncı mətnim var mən. Axırıncı mətnim. A few moments later. Məsələn, mətni belə yaşıl sanki fosforluyublar, başa düşdünüz? Mətnin yanında belə işarələr də olur. Belə maraqlı görsənir. Yəni tam oxunulmalı kitabdır. Yəni oxumalı, həvəslə yanaşmalı kitabdır. Məsələn, mətni belə verirlər. Sonra bunu çevirirsiniz arxaya, suallara gəlirsiniz. Suallar necədir? İndi sizə suallar göstərəcəm. Kitabın başına onu yazdım şu an. Onu istəyərdim. Bir dəqiqə. Aha. Məsələn, suallar birincisi belədir. Görsəniz cədvəlin içində verilib və çox qəşəngdir. Siz necə, yəni suallar o qədər gözəl yazılıb ki, həm ara məsafəsində falan. Məsələn, cavabı yazmaq üçün sizə özəl belə yer, hissə veriblər. Bu düzdür, 9 və 11-ci siniflər üçündür. Amma məncə çox qəşəngdir. Məncə bunun başqa neçənci siniflər üçün olanı ola bilər. Bilmirəm, əgər 11-də və 11-də 9 bu 9-da oxuyanları yaramayacaq. 9-dan aşağıya bir kitablar almasın. Çünki ancaq 10 və 11-lər üçündür. Bu kitab da çox qəşəngdir. Bu arada bu il işlədirəm və çox, yəni bu da pulun sonuna qədər haqq edən kitablardandır. Sonra nə kitabı? Sonra ingilis dilindən məsələn bir də sizə kitab göstərə bilərəm. Dəqiqə. Məsələn, ingilis dilindən 8 və 9-lar üçün belə bir kitab var. Bu da çox qəşəngdir. Bu mənim keçənki ingilis dilimə aldırmışdı. Məncə bu da çox maraqlıdır. Bunun içində həm şəkillər falan maraqlıdır. Yəni bu da çox qəşəngdir. Bunu keçən işlədirdim. Məsələn, mətni burada verilir. Mətnə aid suallar, şəkillər. Mətnin içində olan məsələn açar sözləri verir. Qırağını göstəreyim hətta bir dəqiqə. Məsələn, mətni verir. Mətnin içində olan açar sözlər var. Məsələn, verdiyimdə çətin təzə sözlər, sinif qalxan dinləmələri var içində. Məncə bu kitab da çox qəşəngdir. Sonra hansı kitab, hansı? Ana dilindən Güvənin qayda kitabı məncə hamı istifadə edir. Dünyanın ən qəşəng kitabı da o da. Baxıram başqa hansı kitab ola bilər deyə. Riyaziyyatdan mən azıq dim işlətmişəm indiyə qədər. Bir də Güvənin bütün siniflərini işləmişəm. Sonra, yəni bu qədər. Ana dilindən də ancaq mətn kitabı olaraq bir dənə sizə bunu deyə bilərəm. Keçənki işlətdiyim mətn kitabı yadımda qalmayıbdı. İndi bu qədər kitab önərisi sizə bunları önərə bilərəm. Məncə bu qədərdir. Bu arada indi deyəcəksiniz ki, filan nəzə yanında kofe və ya çay yoxdur. Şu an anam piroq bişirir. Gözləyirəm ki, piroq bişsin, sonra bir yerə gedib piroqla çay gətirərik. Və mənim gülü istəşəm qırıldı. Çox pis nəysə. Onu demişdim yüzün keçən əvvəlki vlogda. Biz bu yaxınlarda onsuz bazara getməliyik. Həm sportiv paltar almalıyıq, həm də qutu-mutuya gedəcəm. Orada Pinterestli çaşkalar var, qəşəng görsənlərdə. Onlardan birini almağı düşünürəm. Nəysə, indi başlayaq. Çox danışmayaq, qaydamızı oxuyaq. Qaydanı oxuduqdan sonra bilirsiniz niyə? Çünki mən qayda oxumamış işlənən testləri çox da güvənmirəm, köçürmüş kimi sayılır məncə. Çünki qaydanı oxumadan bir insan necə hər şeyi super yazsın ya da düz yazsın, ya atacaq, ya da köçürəcək. Ancaq qaydanı oxuyaraq, təhlil edərək yazmağa başlayaq.
later. Mən qaydanı oxudum bir dəfə. Yəni bütün bu zamanların hamısını oxudum. Əslində keçdiyimizə qədər olan, yəni indiyə qədər keçdiyim bütün qaydaları. İndi başlayacağam sualları bir-bir işləməyə. Başa düşmədiyim suallara ulduz qoyacağam. Yaza bildiklərimin hamısını yazacağam. Böyük ehtimalla bu 134 dənə sualın maksimum 10-15 arası səhvini çıxacaq. 10 maksimum inanırım. Yəni 10 dənə 15 dənə səhvini çıxacaq. 5 dənə maksimum başa düşmədiyim olacaq. Neyse, ağzım qurudu inarsız. Yəni şu an sadəcə su istəyirəm. Ancaq gedib bir yerə su yıxayım. Bu arada günəş çıxıbdı. Rusiyada qar yağıb. Mən əslində yayı sevirəm, yəni günəşi sevirəm. Amma yəni qış vaxtı günəş istəmirəm. Yəni qış vaxtı ancaq istəyirəm ki, qar yağsın. Bu arada bugünkü kombinimi outfitimi göstərim. Belə ulduzlu köynək geyinmişdim, sweatshirt geyinmişdim. Altıma belə qara şalvarımı geyinmişdim və sepim də ulduzlu gördüyünüz kimi. Zayıfqam bu arada düşdü. Gedim Zayıfqaya qoyum telefonu. Və canım, bu gün əslində dərs vloqun ikinci gün sayılır. Çünki dünənləri dərsi etdikdən sonra telefonumuz Zayıfqas qutardı. Zayıfqa qutarandan sonra Zayıfqa qoyduqdan sonra yəni çəkmək istəmədim. Çünki artıq dərs belə deyim, sözləri öyrənmək üstünlük verdim ki, dünənlər sözləri öyrəndim, bu günlər sözləri öyrənməyim. Çünki bu gün son gündür. Mən də ona görə indi zamanları falan saxlamışdım. Bu gün bir yerdə işləyirik. Yəni bu gün dünən vlog bazar günü çəkirdim. Bu gün birinci gündür. İndi bir iki zamanları bir yerdə işləyəcəyik ingilis dilindən. Sonra da böyük ehtimal qayda falan oxuyarıq bir yerdə. Ona başlayaq. Bu arada fikir verdinizsə saçımı vurmuşdum corabla və tutorial çəkmişəm. Sadəcə olaraq ona sabahki vloqa əlavə edəcəm. Bu vlogla biraz əlaqəsi olmadığı üçün. Ona görə yəni saçım yəni bilməm saat deyəsən deyimdəsə 4-də atmışdım və şu an saat 8-dir və bu haldadır. Əslində çox deyil, ətəkləri sadəcə çoxdur. Uxarlar biraz belə şişdi. Neysə, indi boşboğazlıq eləməyə başlayaq. İngilis dilini yazaq. İngilis dilini bitirdikdən sonra da ana dilinə keçək. Məryəm yuxarıdan yazır ki, mən hamısını yazmışam. Ağıllı qızdır Məryəm. İndi başlayaq. Məni gözləyən 134 dənə tapşırıq sualları bir yerdə yazaq. Zamanlarda deyənə çox da mığ eləmirəm. Zamanları sevirəm. Ona görə çox şey eləməyək. Bundan çətinlər də olur. Məsələn, if bağlayıcısı olanlar, əfdə. Neysə, indi başlayaq. Yenə həmişə kimi bu açını qoyacağam belə. İndi buradan qələmi seçirəm. Bu qələmi götürəcəm. Birdən başa düşmədiyim suallar olar deyə ulduzda yazam həmin o sualları. O suallar üçün də belə bu rəngdə belə fosfor qələm var. Bunu götürürəm. İndi başlayaq sualları bir-bir işləyərəkdən yazmağa. İndi elə bir ki, belə bir zamanların uzlaşması vardı, yəni sevmədiyim. Bu dərsi başa düşməmişəm, yəni qaydını oxumamış yaza bilmərəm. Ona görə qaydını indi oxuyacam. Üstündən də belə önəmli yerləri fosforlayacam. Ona görə başlayayım. Mən əslində zamanları çox sevirəm, yəni zamanları işləməyi, yəni o qədər çətin bulmuram. Amma ta ki bu ifdir, vəndir, aftədir, belə bağlayıcılar olanda mən yəni bu dərsi çətin çəkirəm. Yəni çünki bir nə qədər qayda oxusam da, nə qədər müəllimənin izahına qulaq assam da, yəni o dərsi mən çətin çəkirəm. Bu istəmsiz də baş verir, bilmirəm yəni. Bəlkə qaydanı az oxumağımdandır falan, amma qaydanı məsələn əzbərləyirəm də, məsələn, tam ifdən sonra, məsələn, vəndən sonra əvvəl gələcək olsa, gələcəklə gələcək uzlaşır, keçmişlə, indikiylə keçmiş uzlaşır. Məsələn, bunların hamısını bilirəm. Amma ta ki gəldik, məsələn, tətbiq etməyə, orada artıq zəifləyirəm. Amma adi zamanların özü tək olanda mən onların hamısını çox yaxşı işləyirəm. O da ki, artıq 100-dən o tərəfə ancaq uzlaşmada, yəni buradan baxıram, ancaq ya ifin uzlaşmasıdır, ya aftərin uzlaşmasıdır. Yəni o da biraz çətindir. Amma yazmalıyım. İndi elə bir ki, burada çox uzun verilibdir. Mən buraya yazsam, qısa yazsam ki, məsələn, indiki ilə
üstə gəlsin, məsələn, indiki olur. Bütün hamısını belə alt-ala yazılmışı, yəni götürüm oradan oxuyum. İndi buna əsasən başlayacağam yazmağa. İngilis dilindən tam mən sizə deyim, yarısına qədər gəldim. Amma beyin hüceyrələrim artıq dondu. Həm saat 9-dur deyənə, bilmirəm, bəlkə gecədir deyənə. Bilmirəm, artıq ingilis işləmək istəmirəm. İndi keçirəm ingilis dilini işləmək istəmirəm, amma ingilisdən mətn işləməliyəm. Yəni ona görə indi keçirəm ingilisdən listening ilə mətn işləməyə. Onlar işlədikdən sonra əgər beyin hüceyrələrim açılsa davam edəcəm. Əgər açılmasa beyin hüceyrələrim, bunu saxlayacağım, sabahlar səhər-səhər işləyəcəm. Məşğələm sabah saat 3-dədir. Mən də yəqin o vaxta qədər yəni bitirərəm deyə düşünürəm. Ondan sonra yəni bir müddət işlədikdən sonra insana asan gəlir deyənə, ona görə çox da yormuram özümü. İndi başlayayım mətn və listingi yazmağa. Ana dilindən bir də dəqiqləşdirdim. Müəllimə əslində heç verməyibmiş. Sadəcə mən əlavə bir mətn işləmək istəyirəm ki, qoy əlavədə bir mətn olsun işlədiyim ona görə. İndi mətnlə listingi nömrələyəcəm bu bir səhifədən belə. Və canlarım, ingilislə olan mesaimiz bitdi. Yəni ingilis dilinin hamısını işlədim və bitirdim. Sadəcə o 134 dənə sualın hardasa belə deyim sizə 20-si 34-ü qaldı. Onu da sabah səhər-səhər işləməyə düşünürəm. Çünki beynim getmədi artıq. Yəni beynim ora qədərini götürmədi. İndi isə keçsəm ana dilini işləməyə. Ana dilindən mən mətn işləyəcəkdim. Çünki müəllimə ev tapşırığı verməmişdi. Bir də gördüm ki, müəlliməm evə ev tapşırığı atır. Bura SS-ni edib qoyaram. Mənim bu qədər ev tapşırığı verdi və indi bunların hamısını mən eləməliyəm. Çünki səhər vaxtım olmayacaq. Səhər ingilis dilini eləyim, yoxsa ana dilini eləyim. Onun üçün indi başlayıb hamısını bir-bir işləyəcəm. Asant mövzularda deyəndə çox da şey eləmirəm. Yəni asant mövzularda, yəni isimli, mənsubiyyətli falan filan ona görə. Ana dilindən də mənim dəftərim belədir. Belə qapaq tanıyırsınız, xatırladınızsa. İndi başlayıram buradan işləməyə. Belə bura nömrələyəcəm. Başlayaq. Konkret və mücərrəd yazdım. İsmin quruluş növlərini yazdım. İndi isə qaldı 1, 2, 3, 4, 5, 6. Toplam 6 dənə olmalıdır, yoxsa 7 dənə bilmirəm. İndi onların hamısının hərəsində 10 sualdır bu arada. Ümumi isimlərdə yəni. İndi bunların hamısını bitirdikdən sonra sizə geri dönüş edəcəm. Bu arada vlogla əlaqəli deyil. Əslində mən dedim ki, 3-cü gün atacağım vlogda göstərirəm də. Mən bütün Wild'ın highlight'ını aldım belə. Amma açmamışam da elə. Sil açmağı gözləyirdim. Bu vlogu da açmaq istəmirəm. İstəyirəm ki, sabahki vlogu da açsın. Yəni sabah çəkəcəyim bir vlog var. Orada açmaq istəyirəm. Yəni bunu aldım. Rossmanndan aldım bu arada bunu. 13 manata, yoxsa 14 manata bilmirəm belə. Məncə çox qəşəngdir. Yəni orada testerini yoxladım. Bayağı qəşəngdir yəni. Amma şu an açmaq istəmirəm. Açmayacağam. Səbrimi saxlayacağam. İnşallah bu arada bir dənə qalmışdı. Yəni orada bir dənə xala vardı. Onun əlində idi. O qoydu onu. Sonra mən götürdüm. Xala qayıtdı ki, qızım onu mən alacaqdım dedi. Mən də qayıtdım dedim ki, anne idi. Soruşdum başqası var bunun. Orada bir satıcı xala vardı. Ondan soruşdum. O da dedi ki, yox, bir dənə qaldı. Xala da qayıtdı ki, çox istəyirsən. Mən də dedim ki, hə, o da qayıtdı ki, onu da sən götür. Mən də götürdüm. Belə yəni. Amma bu vloqda açmayacağam. İnşallah sabahki vloqda açacağam. Canlarım, şu anda ana dildə bitirdim. Böyük başarı yəni həqiqətən. Bu arada acmışdım, yemək gətirdi anam. Saat 10-dur və mən yemək yeyirəm. Millət yatır və filan yemək yeyir. Nəysə, indi ana dilini bitirdiyimiz üçün keçə bilərik artıq rahatlıqla sözləri falan öyrənməyə. Sözləri bu arada saxlamışdım ki, dünən öyrəndim sözləri. Yarısını saxladım, bu gün öyrəndim. İndi yəni videonu burada bitirəcəm. Mən gedirəm ingiliscəsindən sözlərimi öyrənməyə. İndi qoy bir dənə buranı düzənləyim. Yəni üstəncə şu anda belə videodur. Yəni o qədər gözəldir. Yəni indi buranı düzəltməliyəm. Bacım burada özü dərs işləyirdi. Bacım uşağı bu tərəfə apardım, qoydum. İndi özüm uşaq qalıb burada. Bunları götürməliyəm. Hələ məşğələt çantamı da yığmalıyam. Yəni canlarım, vlogumuz bu qədərdir. Dərs vlogum bu qədərdir. Ümid edirəm işinizə yarayar. Başqa video vloglarımda görüşmək üzrə. Yəni 4-cü gün görüşəcəyik. Öpdüm. Bay bay.